Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 12 aprel 2026-cı il tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanı riyaziyyat fənninin suallarına baxacağıq. Birinci sualdan başlayaq. Deməli, 12,4/3 vur 2 çıx 27 böl -4/3-ün kvadrat ifadəsinin qiymətini hesablayın. Deməli, əvvəlcə 12,4/3-ü düzgün olmayan kəsir çevirək. 4-də 12-ni 4-ə vururuq 48, üstə 3 gəlsək 51. Vurulsun 2, çıxılsın 27, bölünsün -4/3-ün kvadratı eləyər 16-da 9. 4-ün kvadratı 16, 3-ün kvadratı 9 bərabərdir. 4-dən 2 xısar getsə burada qalacaq 2, 51 bölünsün 2, çıx 27, 16-da 9-a bölmək, 9-u 16-ya vurmaq demək, 9-u 16-ya vururuq. Bərabərdir. 51-i 2-yə böləndə 25,5. Çıx 27. Vurulsun 9-da 16. Bərabər 25,5-dən 27-də çıxırıq. -1,5 vurulsun 9-da 16. 1,5-dən 9-u ixtisar eləsək 9-u 3-ə 3. 1,5-də 3-ə böləndə 0,5. Bu da bərabərdir. -0,5-i 16-ya vuruq edir 8, bölünsün 3. 8 3-ə bölsək 2,3-də qalır 2. 2,3-də 2 D variantı. 58-ci sual. Tərkibində 2,5 mis olan 1 ton mis kolçedanının 25 kiloqram mis almış. Neçə faiz mis itkiyə gedir? Deməli, 1 ton 1000 kiloqramdır. 1 tonun 1000 kiloqramdır. 1000 kiloqramdan 2,5% misdir. 1000-in 2,5%-ni tapırıq. Görək bu 1000 kiloqramın içində neçə kiloqram mis var. 1000-i vuruq 2,5-ə, bölürük 100-ə. Sıfırlar gedir. Onu da 2,5-ə vuranda 25 kiloqram. Yəni 1000 tondan 25 kiloqram alınmalıydı. 1000 tondan 25 kiloqram alınmalıydı. Amma 21 kiloqram alınıbdır. Nə qədər alınıb? 21. Yəni 4 kiloqram itkiyə gedib. Axı 25 kiloqram alınmalıydı, 21 alınıbdır. Yəni 25-dən çıxırıq 21-ini, eləyir 4 kiloqram. 4 kiloqram itkiyə gedib, neçə faiz mis itkiyə gedibdir? Yəni 25 kiloqramın 4 itkiyə gedib, 25-də 4 itkiyə gedib. 4-ü böldük 25-ə, vururuq 100-ə, 4, 25-ni 100-ə apardıq. 4-4-ə vursaq 16. 16% itkiyə getmiş. Deməli, 1000 kiloqramdan 25 kiloqram alınmalıydı, ancaq 21 kiloqram alınıb. 25 kiloqramdan 21 kiloqram alınıbsa, deməli 4 kiloqram, 25 kiloqram, 4 kiloqram itkiyə gedibdir. 25-in 4-ü itkiyə gedibdir, 25-də 4-ü 100-ə vurduq, elədi 16% B variantı. 59-cu sual. Koordinat müstəvisində ABCD kvadratının A, C, D təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın. Deməli, kvadratı çəkək. A təpəsinin koordinatları 4, 1-dir. B təpəsinin koordinatı yoxdur, X, Y-dir. C təpəsinin koordinatları 2, -1-dir. D təpəsinin koordinatları isə 2, 1-dir. Bunu paralel köçürmə kimi baxıb belə də tapmaq olar. Baxın, deməli, D-dən A-ya keçirə baxaq. D-də X 2-dir, olub 4. Yəni 2 vahid artıbdır. Bu da 2-dir, 2 vahid artıb, belə olacaq 4. X 4 olacaq. Y-də elə 1-dir, 1 kimi qalıb. Bu da -1-dir, elə -1 kimi qalacaq. Deməli, x2 artıb, y amma 0. Yəni, yuxarıda da 2, 0 gəlməli. X-ə 2, y-ə 0, 4 -1 D variantı olur. Başqa suallarla da yazmaq olar. Qısa şəkildə getdim həllini. 60-cı suala baxaq. Deyir, çox ədədini vurğularını ayırın. Deməli, A çıxılsın 5-in kvadratı, çıxılsın 16-da 4-ün kvadratıdır. 16-nın 4-ün kvadratı kimi yazırıq. İndi A kvadrat çıx, B kvadratı kimi açırıq. A kvadrat çıx, B kvadratının açılışı A çıx B, A plus B'dir. Bu düsturu tətbiq etsək, A çıx 5 çıx 4. Bir dəfə isə A çıxılsın 5, üstə gəl 4. A çıx B, A plus B. A çıxılsın 5 çıx 4, 9 eləyəcək. -5-in üstü 4 gəndə -1 eləyəcək. A çıx 9, A çıxılsın 1, A variantı. 61-ci sual. Üçbucağın tərəfinin uzunluğu, deməli, üçbucağı çəkək. Bir tərəfi 16-dır, bir tərəfi 18-dir, bir tərəfi də 20-dir. Təpələri verilən üçbucağın tərəfinin orta nöqtəsi olan üçbucağın perimetrini tapın. İndi təpə nöqtəsi bu üçbucağın tərəfinin orta nöqtəsi olan həmin bu üçbucağın perimetrini istəyir. Bu da orta xətlər olur. Biz bunları birləşdirsək, bu üçbucağın orta xətləri olur. Orta xətdə paralel olduğu tərəfin yarısıdır. Yəni 20-dirsə, bura olacaq 20-nin yarısı 10. 12-dirsə, bu da olacaq 12-nin yarısı 6.
16-dırsa 16-nın yarısı 8. Perimetrini tapmaq üçün 10, 8 və 6-nı toplayırıq. 18 üstədə 6 gəlsək 24 D variantı. 62. Tam səthinin sahəsi 24 olan kubun həcmini tapın. Kubun tam səthinin sahəsi 6A kvadratıdır. Kubun tam səthi sahəsi 6A kvadratıdır. 6A kvadratı bərabərdir 24. A kvadrat bərabərdir 24-ü 6-ya bölsək 4. A da bərabərdir 2. Kubun həcmi istəyir. Kubun da həcm düsturu A kubudur. 2-nin kubu da eləyəcək 8. C variantı. 63. Çevrənin uzunluğu 32 pi olan dairənin radiusunu tapın. Çevrənin uzunluq düsturu L bərabərdir 2 pi R-dir. Uzunluq düsturu 2 pi R-dir. Onu da 32 piyə bərabər eləyirik. Pilər getsə, R bərabərdir. 32-ni 2-yə bölürük 16. Dairənin radiusunu tapın. Elə 16 olur. A variantı. 64. A bərabərdir -5-in kvadratı. -5-in kvadratı müsbət 25. B bərabərdir -5-in kvadratı. Burada kvadrat mənfi aid deyil. Mənfi qalır, 5-i kvadrat yüksəldir 25. C də bərabərdir -5-dir. Müqayisə edin. Təbii ki, ən böyüyü A-dır. Müsbət ədəddir. -5 böyükdür, yoxsa -25. -5 daha böyükdür C. Ən kiçik isə B-dir. A, C, B. A, C, B də C variantındadır. 65-ci sual. Kəsrin surəti məxrəci sürətindən bir vahid böyükdür. Kəsrin deməli, məxrəci sürətindən bir vahid böyükdür. Sürət x-sa məxrəci bir vahid böyük x plus 1-dir. Bu kəsri onun tərs olan kəs ilə toplasaq, bunu toplayırıq tərsi ilə. X plus 1 bölünsün x-la. Cəm 2 tam %5 alınacaq. Bu kəsri tapın. Belə bir tənlik qurduq. İndi bunu həll edək. Ortaq məxrəcə gətiririk. Ortaq məxrəc olacaq x vurulsun x plus 1. Hansılı x-i x-a vururuq. Və bunu məxrəcdən vururuq x-a. Bunu da məxrəcdən x plus 1-ə. Deməli, x-i x-a vursaq x-in kvadratı. X plus 1-də x plus 1-ə vuranda x plus 1-in kvadratı. 2 tam %5. Deməli, sürəti açırıq. X kvadratı üstə gəl. X plus 1-in kvadratını açırıq. X-in kvadratı üstə gəl 2x üstə gəl 1 bölünsün. Məxrəcdə də x-in kvadratı üstə gəl x bərabərdir. 2 tam %5-i belə yazsaq 2 tam %5 2 tam 5-i 5-ə 1 100-ü 5-ə 20 bu da eləyəcək 20-də 2-ni 20-yə 41 20-də 41. Sürətdə də x kvadratlarını toplasaq eləyəcək 2x kvadratı. İndi çarpaz vuraq. Deməli 2x kvadratını 20-yə vuranda 40x kvadratı. 2x 20-yə vuranda 40x. 1 20-yə vuranda 20 bərabərdir. 41x kvadratına vuruq 41x kvadratı. 41x-a vursaq 41x. Bunları da sol keçir. Çıx 41x kvadrat, çıx 41x bərabərdir 0 olacaq. 40-dan 41 çıxanda mənfi x kvadratı. 40-dan 41 çıxanda mənfi x üstə gəl 20 bərabərdir 0. Mənfi 1-ə vururam hər tərəfi. V-yə görə x1 üstə gəl x2 mənfi 1-dir. İkinci əmsalın əksi x1 vursun x2 də mənfi 20-dir. Köklü olacaq mənfi 5-lə müsbət 4. Bu kəsri tapın. Adi kəsirdə müsbət olmalıdır. Deməli, kəsirimiz buydu da bizdə. Sürəti x idi, məxrəci x plus 1 idi. Sürət 4, məxrəc də olur 4 plus 1, 5. Onda 5-də 4, və yəni ki 5-də 4 olub B variantı. Cavab olur 5-də 4, B variantı. 66. Bölünən 496 qismət 4 qalıq 96-dır. Böləni tapın. Bölünən 496-dır. Bölən x-dir. Qismət 4-dür. Qalıq da 96-dır. Bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gəlmək lazımdır. Yəni böləni qismətə vururuq. X-i 4-ə vuruq 4x. Üstdən gəlirik qalığı 96 bərabərdir bölünənə 496-ya. 4x bərabərdir. Çıxanda 400 eləyəcək. X də bərabərdir 100-ə. Böləni tapın 100C variantı. 67. İfadənin qiymətini tapın. Kök altına 4 üstə gəl kök altı 25. Bərabərdir. Kök altına 4 plus. Kök altı 25-dən 5 çıxır. 4-ün 5-i toplasaq 9. O da bərabərdir 3. Cavab 3 A variantı. Kəsrini ixtisar edin. Deməli, 7-nin mötərizə xaricini çıxardırıq. Qalır D plus C. Məxrəcdə isə 21-də 21C. 21-i mötərizə xaricini çıxardırıq. D plus C. D plus C-lər gedir. 7 bölünsün 21. 7-ni 7-yə 1, 21-i 7-yə 3. 3-də 1 A variantı.
69. X bərabərdir mənfi 2 olduqda bu ifadənin qiymətini hesablayın. Deməli, x-in yerinə mənfi 2 qoyub hesablayaq. Mənfi 1,5 vurulsun mənfi 2. X-in yerinə mənfi 2 qoysam, mənfi-mənfini aparacaq. Müsbət 2 bölünsün 3, çıxılsın 2. 1,5 2-yə vuranda 3 eləyir. Özə müsbət vurulsun 3-də ortaq məxrəci gətirir. Bunun məxrəci 1-dir. 3-dən 1 ortaq məxrəc 3. 2-ni 1-ə vuruq 2, çıxılsın. 3-ü də 2-yə vuruq 6. 3-lər ixtisar getsə, 2-dən də 6-nı çıxanda mənfi 4 qalır. B variantı. Kvadrat tənliyin kökləri mənfi 5 3 olarsa B olan nisbətini tapın. Deməli, AX kvadratı üstəgəl BX üstəgəl C bərabərdir 0 kvadrat tənliyidir. Deməli, çevrilmiş kvadrat tənliyi gətirmək üçün hər tərəfi A-ya bölməliyik. A-ya bölürəm X kvadratı, A-ya bölürəm B böl AX, A-ya bölürəm C böl A bərabərdir 0. Bizdən B böl A-nı istəyir. Viyyə teoreminə görə ikinci əmsalın əksi köklər cəmini verir. Köklər cəmi ikinci əmsal B böl A-dır. Əksi olacaq mənfi B böl A. İkinci əmsalın əksi köklər cəminə bərabərdir. Köklərdə mənfi 5 ilə 3-dür. Mənfi 5 üstəgəl 3-ə. İkinci əmsalın əksi köklər cəmidir. Mənfi B bölünsün A bərabərdir mənfi 2-yə. Mənfilər də geçsə B böl A bərabərdir. Müsbət 2 qalır. Y variantı. Yüksəsi nədədir? 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışsa bu ədədləri tapın. Onda yazırıq 1x üstəgəl 2x üstəgəl 3x bərabərdir 180-ə. 6x bərabərdir 180, x də bərabərdir 30. Bu ədədi tapın. Biri 1x-dir, elə 30-dur. İkincisi x bərabərdir 30. 2x bərabərdir 2-ni 30-a vursaq 60. 3x bərabərdir 90. 30, 60, 90 B variantı. ABC və YDF oxşar olarsa x-i tapın. Oxşar üstbucaqların uyğun tərəflərinin nisbəti bərabərdir. Burada bir xəttdir, bu da bir xətt. Yəni bu bucaqla bu bucaq bərabərdir. Yəni 4-ə uyğun tərəf x plus 4-dür. Onda 4 bölünsün x plus 4. 4 bölünsün x plus 4. Bərabərdir 2x çıx 5-ə uyğun tərəfdə 6-dır. 2x çıx 5 bölünsün 6. Çarpaz vururuq 2x çıx 5-i, çarpaz vururuq x plus 4-ə. 4-ə çarpaz vururuq 6-ya. Vurub bassaq 2x x-ə vursaq 2x kvadratı. 2x-i 4-ə vursaq 8x. Mənfi 5x-ə vursaq mənfi 5x. Mənfi 5-i 4-ə 20. 4-ə 6-ya vuranda 24. Burada olacaq çıx 24. Bərabərdir 0. 2x kvadratı üstəgəl 3x çıx 44 bərabərdir 0. Köklərini tapıq diskriminantdan. Diskriminant bərabərdir. B kvadrat çıxılsın 4AC-dir. B 3-dür. 3-ün kvadratı 9 çıxılsın A, B, C. 3-ün kvadrat çıxılsın 4 vurulsun A 2-dir. C-də mənfi 44-dür. Mənfiyə vuranda müsbət eləyəcək. 9 üstəgəl 8-ə vursaq 32, 3, 32, 352. Bu da 361. 361 də 19-un kvadratıdır. İndi köklərini tapaq. X1 bərabərdir. Mənfi B plus kök altı diskriminant bölü 2A-dan. B-imiz 3-dür, mənfi 3. Üstəgəl kök altı diskriminantdan 19 çıxacaq. 2 vurulsun A-da 2-dir. 19-dan 3-ün çıxanda 16 bölü 4 eləyir 4. Digər kök mənfi olacaq. 3 çıx 19. O da lazım deyil bizə. Çünki tərəf mənfi olmaz. X 4 olur. Deməli 3, 7A plus 2B cəminin cüt olması üçün A üstəgəl B cəminin ən böyük qiymətini tapın. Deməli, biz bunu toplayanda 3, 7A, 2B. A ilə B toplanır. Və cəmin cüt olması üçün bu A ilə B-nin cəmi cüt olmalıdır ki, ədədin yəni son rəqəmi cütdürsə, ədəd cütdür. A ilə B-nin cəmi cüt olmalıdır. A ilə B-nin A və B ən çox neçə ola bilər? 9, 9. 9 ilə 9-u toplayanda 18 eləyir. Amma burada deyir ki, A, B-dən fərqlidir. Yəni, A ilə B bir rəqəmli ədədlərdir. Biz bunları ən çox neçə verə bilərik? 9 verə bilərik. Amma A-ya da B-yə də 9 verə bilmirik. Çünki deyir ki, şərtdə A, B-dən fərqlidir. Ona nə verə bilərik? 8 verə bilmirəm. Çünki cəmi 17 eləyəcək. Olacaq 7. 9 ilə 7-ni də toplasaq, eləyər 16. Cəmi ən böyük 16 olar. 9, 9 verə bilmədik. 9, 7-ni verib ən böyük cəmi 74-də 2x plus y bərabər 5 tənliyinin qrafik üzərində absis x-dir. X-in mənfi 4 olan nöqtənin ordinatını tapın. Deməli, 2x plus y bərabərdir 5-dir. X-i bizə mənfi 4 verib. 2-ni vururuq mənfi 4-ə. Üzərinə gəlir y bərabərdir 5. Mənfi 8 plus y bərabərdir 5-ə. Y bərabərdir 8 üstə 5 gəlir 13. Cavab olacaq 10.
bir təpəsi koordinat başlanğıcında olan bura koordinat başlanğıcıdır. Və diaqonalları K 4, 0 nöqtəsində kəsişən kvadratın sahəsini tapın. Kvadratın diaqonallarıdır. Kvadratın diaqonalları bax burada kəsişir. Burada 4, 0'dır deyir. 4, 0'dır. Kvadratın sahəsini tapmalıyıq. İndi bura 4, x-i 4'də yəni. Bura 4 nöqtəsi isə kvadratın diaqonalları kəsiş nöqtəsinə yarıya bölünür. Onda bura olacaq. Yəni buradan bura qədər məsafə 4-dürsə, buradan burada 4 olmalıdır. Bura olacaq 8. 8 olması nə deməkdir? Yəni diaqonal uzunluğu 8-dir. Diaqonal uzunluğu 8-dir. Diaqonal 8-dirsə, kvadratın da sahə düsturu d kvadratı bölünsün 2-dir. 8-in kvadratı bölünsün 2, 64 bölünsün 2, o da bərabərdir 32-yə. 76 mənfi 3 kiçik bərabərdir 2x kiçik bərabərdir 11 bərabərsin tam həllərinin cəmini tapın. 2x olduğu üçün 2-yə bölürük hər tərəfi. 3-ü 2-yə bölsəm mənfi 1,5. 2x 2-yə bölsəm x, 11-i 2-yə bölsəm 5,5. Tam həllərinin cəmini tapın. Mənfi 1, 0, 1, 2, 3, 4, 5. 1 ilə 1 islah olar. 2 ilə 3 toplasam 5, 14 eləyəcək. Tam həllərinin cəmi 14. Deməli, tənliklər sistemi x kvadratı çıxılsın 7x y üstəgəl y kvadratı bərabərdir 14. X-in kvadratı üstəgəl 3xy üstəgəl y-in kvadratı bərabərdir 4-dür. Alt-alta toplayırıq. X kvadratını toplasaq 2x kvadratı. Mənfi 7-dən 3 toplasam mənfi 4xy. Y-ləri toplasam 2y kvadratı bərabərdir 18-ə. 2-yə bölsək x kvadratı çıxılsın 2xy üstəgəl y kvadratı bərabərdir 18-də 2-yə bölürük 9. X minus y bərabərdir kvadratı 9-a. Ondan modul istədiyi üçün modulda x minus y bərabərdir 3 olur. Cavab 3 olacaq burada. 78. AC və BD düz xətləri Y nöqtəsində kəsişirlər. Əgər YF BYS-nin təmbəyolunlarsa, BYS-nin təmbəyolunu YF-dir. YF BYS-nin təmbəyolənidir. CYD 50-dir. CYD 50-dir. Ona diqqət etsək, bura açıq bucaqdır. Açıq bucaqdır. Yəni bu üç bucağın cəmi 180 olmalıdır. Onda 180-dən çıxırıq 50-ni. Eləyir 130. 130 da bura 130-dur. Bu da təmbəyon olduğu üçün yarıya bölünür. 130-u da 2-yə bölsəm 65 düşəcək. 65. İndi bura diqqət eləsək, baxın. Burada açıq bucaqdır. Bunların da cəmi 180 olmalıdır. Ona görə biz 180-dən bu 65-lərin cəmini, yəni 130-u çıxırıq. Heç ehtiyac yoxdur onun əslində. Bura 50-dirsə, qarşılıqlı bucaqdır da, bu da 50-dir. 180-dən 130 çıxıb da 50-ni tapa bilərik. Elə qarşılıqlı bucaqdır, burada 50-dir. Yəni bizə deyir ki, A, Y, F-i tapın. 50-nin 65-in cəmini. 50-nin 65-i toplayırıq. Eləyir 115. ABC düzbucaqlısında BM perpendikulardır AC-yə, DN perpendikulardır AC-yə, BM 5-dir. BM-i 5 verib. BM-nin sahəsi, deməli bu BMN, bax bu üç bucağın sahəsi, hansı ki bu düzbucaqlı üç bucaqdır. Bunun sahəsini verib bizə 60. Bunun da sahəsi 60-dır. AC-ni tapın. Onda mən bura bir düzbucaqlı üç bucaq olduğu üçün bu üç bucaq. Düzbucaqlı üç bucağın sahəsi katetlər hasilinin yarısıdır. Katetlər hasilinin yarısı, yəni 5 vurulsun A bölünsün 2 bərabərdir 60-a. Katetlər hasilinin yarısı 60-dır. 5A bərabərdir 120, A da bərabərdir 24. Aha, A oldu, bura oldu 24. Bunları silirəm. İndi bu da X-dir, bu da X-dir. X, burada 90 dərəcədir. İndi düzbucaqlı üç bucaqda, düzbucaq təpəsindən çəkilən hündürlüyün düsturu var idi. Bu düzbucaqlı üç bucaqdır. Bu da düzbucaq təpəsindən çəkilən düsturdur. Məşhur düstur var. H kvadratu bərabərdir M-in. H nədir? Deməli, bu düzbucaqlı üç bucaqda, düzbucaq təpəsindən çəkilən hündürlük H-dır. Bu M-dir. Bu N-dirsə H-ın kvadratı M-ə bərabərdir. H 5-dir. 5-in kvadratı bərabərdir. 5-in kvadratı bərabərdir. Hündürlüyün bu tərəfində qalan X-dır. Digər tərəfində qalan da X plus 24-dür. 25 bərabərdir. X kvadratı üstəgəl 24X-a. 25-i də keçirəm sağa. Çıx 25 bərabərdir 0. İndi V-yə görə X1 üstəgəl X2 bərabərdir. Mənfi 24 olmalıdır.
x1 vursun x2-də -25 olmalıdır. Bu da elə -25-lə 1 olacaq kökləri. x1 olur. x1 oldu. Onda AC diaqonalının uzunluğu olacaq 1, 24, 21, yəni 26. Toplayırıq bunları. Cavab olur burada 26. 80. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. 24 nəfərin ibarət sinif fizika və kimya fənnindən qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8-dir. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8-dir. Hər iki fəndən məqbul qiymət alanların sayı 9-dur. Yalnız fizikadan məqbul qiymət alanların sayını tapın. Euler-Venn diaqramını çəkirəm. Bax, bu məqbul alanların sayıdır. Hər iki fəndən məqbul qiymət alanların sayı 9-dur. Fizikadan qeyri-məqbul alanların sayı 8-dir. Onda 24 nəfərdən bu 8-i çıxıram. Qalır 16 nəfər. 16 nəfər bu məqbul qiymət alanların sayıdır. Yəni bu 24 nəfərdən 16 fənni fizikadan məqbul alıb. 16 nəfər fizikadan yəni keçibdir, məqbul qiymət alıbdır. Qeyri-məqbul 24 nəfərdən 8 nəfər qeyri-məqbul qiymət alanları çıxdıq. Qaldı 16 nəfər məqbul qiymət alanların sayı. Bu 16 nəfərin də 9-u bura fizikadır, bura kimyadır. Bu 16 nəfərin içində 9 nəfər də kimyadan məqbul alanların sayıdır. Deyir ki, yalnız fizikadan məqbul qiymət alanların sayını tapın. 16-dan 9-u çıxsan bura qalacaq 7. Yalnız fizikadan, tək edirəm, 16 nəfər fizikadan məqbul qiymət alıb. 24 nəfərin 8-i kəsilib, qeyri-məqbul alıb, qalıb 16 nəfər məqbul alanların sayı. 16 nəfər fizikadan məqbul alıb, bu 16 nəfərin içində 9 nəfər də həm də kimyadan məqbul alıb. Yalnız fizikadan məqbul alanlar istəyir, ona görə də 16-dan çıxıram 9-unu, cavab 7. Çox çaşdırıcı sualdır bu biraz. Bu uşaqlar üçün düşünürəm ki, çətin sual olacaq. 81. Cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincinin 70-84 arağında, 75 bal toplayan 3'dür, 80. 70-84 arağında toplayanlar bunlardır. Birincini bunlardan seçəcək. İkinci 85-99 bal arasında olsun. 85-99 bal arası da buradır. 100 bal yoxdur bizim seçimimizdə. Deməli, 26 nəfərdən birini seçəcək. Seçdiyimiz bu birinci adam balı 70-84 arağından olmalıdır. 70-84 arağında da 3, 7, 10 nəfər var. İndi 26 nəfərdən birini seçdik, yerdə qaldı 25 nəfər. İkincisini 25 nəfərin arasından seçəcək. 25 nəfərin içində də qalan 25 nəfərin içində də 85-99 arasında 10 və 13, 10 və 3, 13 nəfərdir. Ehtimal birinci, ikinci seçiriksə, 25-dirsə, ikinci artıq 26-dırsa, ikinci seçdiyimiz adam 25 nəfərin içərisindən olur. Bir vahid azalır. Bunları sadələşdirək. 1, 2, 5'ə 2, 5'ə 5. 2 yenə də 2 ixtisar cəsti ilə qalacaq 5'də 1. Belə, bu qədər bütün sualların izahını verdim. Növbəti videolarda görüşənədək sağ olun.